Salam, bu videoda mən sizə axtarış bölümündən məhsulları necə səbətə yığmalı və sifariş etməli olduğunuzu göstərəcəm. İlk öncə daxil olmaq bölümündən şəxsi məsləhətçi kodumuzu və parolumuzu qeyd edib, işçi kabinetimizə daxil oluruq. Öncə qeyd etmək istəyirəm ki, hər ay Arflimin bizə endirimli məhsulları təklif elədiyi kataloqdan başqa bizim baxa biləcəyimiz məhsullara, yəni başqa bir bölüm var ki, həmən bu gördüyünüz bölmələrdən biz Arflimin ümumi bazasında olan bütün məhsulları, yəni həm endirimdə olan, həm endirimdə olmayan, təbii ki, kataloqlar üzrə dəyişən və dəyişməyən məhsulların hamısını görə bilirik. Əlbəttə ki, kataloq müddətində bizə məhsulların hamısı təklif olunmur. Yəni, bu paneldən biz bütün məhsulları görə bilərik. Və keçid edək işimizə. Axtarış bölümündən biz məhsulları necə səbətə daxil edirik? Daha öncədən yazdığımız məhsul kodlarını bir-bir axtarış bölümünə daxil edirik və məhsullarımızı tapırıq. 32 421 kodunu kənarda qeyd etmişəm özüm üçün. Birbaşa buradan səbətə data bilərəm. Və Enter düyməsi ilə məhsulu açıb, üzərinə gəlib, rəngindən əmin olmaq istəyirəmsə, baxa bilərəm, miqdarını tənzimləyə bilərəm. Yəni, məhsulun üzərinə vurub açanda bizə daha çox məhsul haqqında informasiya əldə eləmək imkanı təklif olunur. Və səbətə daxil edirəm. Növbəti məhsulunun kodunu qeyd edirəm. 32 583. Birbaşa səbətə daxil edirəm. 29 054. Birbaşa səbətə daxil edirəm. Təbii ki, bunlar hamısı mən istədiyim məhsullardır. Səbətə daxil edirəm və keçid edirəm səbətə. Yəni, sifariş edəcəyim məhsullar bu qədərdir. Cəmi 58 manat 98 AZR bal qazandırıb 63 bal. Distributor qiymətlər və endirimlər növbəti addımda göstəriləcək. Yazılıb. Deməli, davam edirəm. Və əgər yeni qoşulmuş iştirakçılar üçün olan start proqramına qoşulmuşsunuzsa, hər addımda sizə təklif olunan hədiyyədən təbii ki, yan keçmirik. Çünki çox gözəl hədiyyələrdir. Və həmən bu məhsullar bizə bonus balı qazandırır. Cəmi 69 manat 38 qəpik. Bu endirim mənə şəxsi olan endirimdir. Yekun qiymət təbii ki, endirimin çıxılıb 62 manat 15 qəpik. Yekun bonus balım 73 bal. Və keçid edirəm çatdırılma məntəqəsini seçməyə. Deməli, xidmət mərkəzi baş ofisdir. Kuryerlə çatdırılma yalnız Bakı şəhəri üçün keçərlidir. Xidmətin servis məntəqəsini seçirəm. Və sifarişi etmək istədiyim şəhəri seçirəm. Məsələn, Ağdam. Və Ağdamda bir çatdırma məntəqəsi var. Gördüyünüz kimi ünvan və əlaqə nömrəsi qeyd olunub. Nümunə üçün başqa bir şəhərdə seçə bilərəm. Bakı şəhəri seçirəm. Bakı şəhərində çatdırma məntəqəsi çoxdur və hər kəs özünə sərfəli olan, səmərəli olan çatdırma məntəqəsini seçə bilər. Belə ki, hər birinin üstünə bir-bir gəlib, burada ünvanı və əlaqə nömrəsini götürə bilər. Seçdik. Daha sonra isə
sifarişimizin çatdırılmasını əgər pulsuz istəyiriksə, burada qeyd olunduğu kimi məhsullardan birini seçirik, hansı ki Oriflame bizə təklif edir və bu bölmədən tıklayıram. Həmən məhsullar bizim gözümüzün önündədir. Hansını ki istəyirəm səhifəni çevirib baxıram. Məsələn, bu şərfi seçirəm və həmən bu şərf mənim sifariş etdiyim məhsulların arasında yox, məhsul yoxdur. Var imiş. Həmən bu məhsul mənim sifariş etdiyim məhsullar arasındadır və qeyd edim ki, çatdırmaq üçün olan məhsulların heç biri bizə bonus balı qazandırmır. Gördüyünüz kimi 0 bonus balıdır. Və yekun qiymət 71 manat 15 qəpik, yekun bonus balı 73 bal. Gördüyünüz kimi artıq çatdırma ilə 0 qaz ilə başa gəlib. Sifarişin ümumi məbləği 71 manat 15 qəpik. İlkin ödəniş mənim şəxsi balansımda olan pulumdur ki, bu ümumi sifariş məbləğindən çıxılır və yekun qiymət 66 manat 87 qəpik. Yekun bonus balım 73 bal və sifarişi yadda saxlamaq bölümünə klikləyirik. Təbii ki, mən klikləmirəm. Bunu sadəcə nümunə üçün göstərdim sizə hər birinizə və hər birinizin işlərində uğurlar arzulayıram. Çox sağ olun.